Dəniz eyni dənizdir, amma sahil artıq əvvəlki kimi deyil. Bir vaxtlar bataqlıq olan bu ərazi indi hər kəs üçün açıq və ödənişsiz ictimai çimərliyə çevrilib. Bəs bu dəyişiklik istirahət edənlər tərəfindən necə qarşılanır? Əvvəlki buralar zibil-xana idi da, yəni gəldilər sağ olsunlar, təmizlədilər, bir şərait yaratdılar kənd cəmaatı üçün, şəhərimizin cəmaatı üçün. İstirahət edirik, hər şeydən də razıyıq. Hamı istirahət eləyir, axşamüstü, günüz. Nə vaxt istəsən istirahət çox xoşumuza gəldi. Nəvələrimlə gəlmişəm, gəlinimlə, oğlumla gəlmişəm. Gəlir cəmaat istirahət eləyir. Maşınları zadə sağ olsunlar ki, buradan yığışdırıblar. Yenə cəmaat uşaq hamısı burada səlqə istirahət edirlər. Bəli, bir vaxtlar bataqlıq və tullantılarla örtülü olan Corat sahili artıq tamamilə fərqli görkəmdədir. Burada avtodayanacaq, geyinib dəyişmə kabinələri, uşaq və idman meydançaları ödənişsiz istifadəyə açıqdır. Ötən il 5 çimərliyi biz istifadəyə verdik. Bu dövlət deməli biznes tərəfdaşlığı kimi olur. Yəni ki biz müvafiq infrastruktur qururuq, veririk çimərlik operatorlarına təhvil veririk, onlar idarə edirlər. Bu il isə 10 dənə çimərlik artıq qururuq. Bunların çoxusu hazırdır. Cəmi ötən ilki ilə bir yerdə 15 çimərlik qururuq. Bu il Dövlət Turizm Agentliyi Türkiyanda 2, Şüvəlanda 3, Şıxov ərazisində 1, Novxanı və Coratda 4 olmaqla 10 yeni ictimai çimərliyi abadlaşdırıb. Layihələr ümumilikdə 30 hektar ərazini əhatə edir. Yaradılan şəraitin uzun ömürlü olması isə artıq bu məkandan istifadə edənlərin də məsuliyyətindən asılıdır. Çimərlikləri təmiz saxlamaq və qorumaq hər kəsin üzərinə düşən vəzifədir. Rauf Məmmədov, Bağır Kərimov, ASTV Xəbər.